Karakas və Vaşinqton Venesuela neftinin ABŞ bazarına ixracı məsələsi üzrə danışıqlar aparır. Today Press TV xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Qeyd olunub ki, ABŞ-nin dekabrın ortalarında tətbiq etdiyi blokada səbəbindən Venesuela milyonlarla barel nefti tanker və ambarlarda saxlamalı olub və bu həcmləri ixrac edə bilmir. Həmin yüklərin bir hissəsi Çinə nəzərdə tutulmuşdu. Son 10 il ərzində Çin Venesuela neftinin ən böyük alıcısı olub. Reuters yazır ki, mümkün razılaşma Venesuelada neft hasilatının daha da azalmasının qarşısını almağa və əvvəllər Çinə göndərilməsi planlaşdırılan neftin ABŞ neft ayırma zavodlarına yönəldilməsinə imkan verə bilər. Hazırda Venesuela neftinin ixracına icazəsi olan yeganə Amerika şirkəti Chevron'dur. Şirkət gündə 100-150 min barel Venesuela neftini ixrac edir. Sanksiyalar tətbiq olunmazdan əvvəl isə ABŞ neft ayırma zavodları gündə təxminən 500 min barel Venesuela nefti ixal edirdi. Mənbələrin bildirdiyinə görə ABŞ prezidenti Venesuela ilə mümkün qədər tez razılaşmaya gəlmək və bunu böyük qələbə kimi elan etmək niyyətindədir. Namiq Abbasov, Today Press TV.